Xoş gördük, əziz dinləyicilər. Deməli, dünənləri İsrail Baş nazirinin belə bir ifadəsi vardı ki, məsələn, Will Duranın Tarixin Dərsləri kitabına istinad edərək bildirir ki, İsa-i Məsihin Çingiz xandan bir üstünlüyü yoxdur. Bu ifadədən sonra bütün istər xristian dünyasında da kifayət qədər bizim ölkələrdə də bir reaksiya doğurdu. Əsasən də xristian ölkələrində Netanyahunu sosial şəbəkələrdə tənqid etdilər, təhqir etdilər. Amma bütün bunlarla bərabər mən düşünürəm ki, həqiqətən rasional düşüncə sahibləri Netanyahunun dediklərinə daha çox haqq qazandırırlar. Necə ki, mən bu məsələni biraz da inkişaf etdirmək istəyirəm. Həzrət Əli əleyhissalamın bir sözü vardı, bildirirdi ki, düzənli kafir düzənsiz abiddən üstündür. Mən düşünürəm ki, Netanyahu bunu çatdırmaq istəyirdi. Məsələn, Çingiz xanın düzənli olması bütün dünyanın tutmasına səbəb oldu. O zalım idimi, o zülm edirdimi, bununla işim yoxdur. Makiavelist bir nəzəriyyə də var. Bu nəzəriyyəyə də sığına bilərik biz. Bunu da siyasət etibarilə mübah saya bilərik. Məhz bunu nəzərdə tuturun. İsa-i Məsihin kifayət qədər ədalətli olması, adil olması, amma düzənli bir formasiya ətrafında yarada bilmədiyi üçün onu çarmıxa çəkib öldürdülər. Əslində qalsa normal insanlarda, rasional düşüncəsi olan insanlar bu mənada bu sözlərdən dərs çıxarda bilər. O insanlar ki, buna etiraz edirlər, şəxsən mən o insanlara qəribə gəlir, çünki biz bəzən çox vaxtı pafosa meyillənirik. Hər kəs bu sualı özünə verə bilər. Sənin ölkəndə nə qədər ədalətli insanlar qalib gələ bilir? Sənin ölkəndə və yaxud da dünyada, ta ki avtoritar ölkələrdə və yaxud ki İran kimi bir dövlətlərdə nə qədər adil insan qalibdir? Nə qədər ədalətli insan qalibdir? Xeyr. Ədalətli insanlar qalib deyirlər. Ona görə də bu günləri məhz Netanyahunun bu cür sualına cavab verənlər, buna tənqid edən insanları mən düşüncəyə çəkirəm. Həqiqətən mən də o fikirlə razıyam ki, düzənli olmaq və müəyyən mənada güclü olmaq bu günləri siyasətin ən vacib rıçaqlarından biridir. Ən ağıllı insanlar mənə elə gəlir düşünə bilən insanlardır. İstər Çingiz xan olsun, istər digərlər olsun, istər hər hansı peyğəmbər olsun. Hər bir peyğəmbərə də insan kimi anlamaq və başa düşmək lazımdır. Muhammed əleyhissalamın gücü ondaydı ki, o ətrafında bir formasiya yarada bildi. O öz sözləri ilə bərabər, o həm də düzənli bir sistem yarada bildi və gücə çevrildi. İsa-i Məsih bunu edə bilmədiyinə görə gücə çevrilə bilmədi. Burada ilahi məsələni kənara qoyuruq. İlahi məsələ ilə işimiz yoxdur. Əsas məsələ Həzrət Əli əleyhissalamın dediyi formatdır. Və bu günlərdə İsrail baş nazirinin ortaya qoyduğu bu məsələ ki, məhz Çingiz xan Məsihdən müəyyən mənada üstündür və yaxud da Məsih Çingiz xandan çox da artıq deyil məsələsini bu formatda başa düşmək və nəzərə almaq lazımdır ki, ədalətli olmaq üçün, haqlı olmaq üçün, haqqın qalib gəlməsi üçün həm də düzənli bir siyasətin olmalıdır. İstər cəmiyyət olaraq, istər siyasətçi olaraq, istərsə də dövlət olaraq. Nə qədər ədalətli olursan ol günan, nə qədər fərdi ədalətin dağlar aşmasından asılı olmayaraq, əgər sən bir düzən yarada bilməmisənsə cəmiyyətdə qalib gələ bilməyəcəksən, sənə həmişə zalimlar əzəcəklər. Elə bu bizim ölkələrdə və yaxud da digər ölkələrə də aid edilə bilər. Əlbəttə ağıllı insanlar bu haqda düşünə bilərlər. Məhz bu günlərdə Netanyahunun ortaya qoyduğu məsələ odur ki, biz güclü olmalıyıq. Güc, hər kəs güclə razılaşır, hər kəs güclünün əlini sıxır ki, mən də bu məsələ ilə və bu mövzu ilə tamamilə razıyam. Nəyin bahasına olursa olsun, istər cəmiyyət inkişaf etmək istəyirsə, güclü olmalıdır, istər dövlət inkişaf etmək istəyirsə, güclü olmalıdır. Kim qalib gəlmək istəyirsə, xarici ölkə üzərində qalib gəlmək istəyirsə, güclü olmalısan. Necə ki, Ukrayna-Rusiya müharibəsində də biz bu günləri bunu görürük. Bir vaxtlar Ukrayna xalqını aşağılayanlar, bir vaxtda Zelenskini aşağılayanlar bu günləri onun əlindən tuturlar, bu günləri onunla razılaşmağa çalışırlar. Bu sənin kartın yoxdur deyənlər bu günləri sənin kartın var deyirlər. Bax, bunlar hamısı əlbəttə gücə, düzənə, ədalətə, düzənli bir sistemə əsaslanır. Təşəkkür edirəm.